Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq. Bunu trenddə ekspert Vüqar Bayramlı deyib. Vüqar Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib. İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub. Ekspert deyib ki, qiymət artımı müvəqqətidir. Çünki mayın sonunda yeni kartof bazara çıxacaq. Qeyd edək ki, hazırda bazarlarda soğanın 1 kiloqramının qiyməti 70, 1 manat 30 qəpik, kartofun qiyməti isə 1 manat, 1 manat 30 qəpik arasında dəyişir. Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burada məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehsal edilməsidir. Bakı Dövlət Universitetinin tələbəsi dərmandan zəhərlənib. Reportun məlumatına görə hadisə dünən baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərmanovanın dərs zamanı vəziyyəti pisləşib. O təcili tibbi yardım avtomobili ilə Bilsaylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Avtobus dayanacağına vurulan elan hər kəsi şoka salıb. Məlumata görə İstanbulda avtobus dayanacaqlarının birində sakinlər qeyri-adi elanla rastlaşıblar. Belə ki, bir nəfər şəxs dayanacağın şüşələrinə böyrəyini satması ilə bağlı elan yapışdırıb. Elanı görən vətəndaşlar təəccübləniblər və onlardan biri elandakı nömrə ilə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb. Kişi, maddi durumum yaxşı deyil, pula ehtiyacım var, borclarımı ödəməliyəm, gecələri isə parklarda yatıram. Buna görə də böyrəyimi 20.000 TL-yə satıram. 162 saylı məktəbin intihar edən şagirdi 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı anaların fikirlərinə münasibət bildirib. Sevil Hüseynova News24.az açıqlamasında bunları deyib. Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünürəm ki, Anarın hər hansı çıxışı kiməsə əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur. Kimsə günahkardırsa cəzasını alacaq. Çox adam söz deyə bilər. Sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram. Əgər bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardırsa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən ananın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub. Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-sindən Azərpoçt MMC-nin Respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Artıq problemli kreditlərin sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Son 3 günün statistikasına görə 31.336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nəqd olaraq alıb. Azərpoçt MMC-dən son xəbər.az-a verilən məlumata görə bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 3 gündə 8 milyon 444 min 73 manat vəsaiti nəqd formada əldə edib. 10.000 dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb. İqtisadçı deputat Vahid Əhmədov bununla bağlı azvizyon.az açıqlamasında bildirib ki, 10.000 dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur. Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib. Bizim hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir. Hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Oğuzda dövlət yol polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar. Daxili İşlər Nazirliyinin
Mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az verilən məlumata görə, aprelin 24-də Oğuz rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbilli və Sami Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona ilə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən Svetlana Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib. Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib. Onlara xidmət fəaliyyətlərində uğurlar arzulayıb. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub. Dünən saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalan uşaqlardan birinin səhhəti pisləşib. Odu.azın verdiyi məlumata görə 13 yaşlı qızın valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparıblar. Xəstəxanada tam müayinə edilən az yaşlı daha sonra evə buraxılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. Qeyd edək ki, Ağdamın Çıraqlı kəndi mütəmadi olaraq düşmənin atəşinə məruz qalır. Bakı şəhəri 160 km tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı yeni məqamlar üzə çıxıb. Buta medianın məlumatına görə Elina Hacıyeva özünü pəncərədən atandan sonra Facebookda Liniya Jizni qrupunda məktəbliyə köməkliyi məqsədi ilə pul yığılmağa başlanılmış. Mən Elinanın anası Sevil Hacıyeva ilə əlaqə saxladım. O məndən pul yığmağı təşkil etməyi xahiş etdi. Qızına travmatologiya şöbəsinə keçirmək istəyirdi. Sevil xanım bildirdi ki, onların maliyyə imkanları bunun üçün bəs etmir. Toplam 3200 manat pul yığılmışdı. Yığılan pulun 1790 manatı dəfn mərasiminə və xəstəxanaya xərclənilib. Əlavə 200 manat 3 və 7 mərasiminə sərf olunub. O bildirib ki, yığılan puldan 1267 manat qalıb. Onu da qrupda elan verərək qaytarmağa cəhd edirik. Liniya Jizni qrupundan qeyd edilib ki, daha sonra digər qruplar Elinanın maraqlarının qorunması məqsədi ilə vəkil üçün pul toplamağa başlanıb. Onu da bildirək ki, Elina Hacıyevanın anası Sevil Hüseynova ictimaiyyətə müraciət edərək bildirib ki, Elinanın maraqlarının qorunması məqsədi ilə vəkil üçün pula ehtiyacının olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə vəkillər kollegiyasının sədri Anar Bağırov zəng etdi. Məni cinayət işində hüquqlarını müdafiə edəcək vəkillər Sevinç Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb liseyinin direktorunu işdən çıxarıb. Qafqaz İnfonun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, nazirin əmri ilə məktəb liseyinin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyeva aşkar olunmuş pozuntulara görə intizam tənbihi tətbiq edilib. Xəzər televiziyasında yayımlanan sənəddarların verilişinin aparıcısı Xoşqədəm Hidayət qızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib. Qafqaz İnfonun məlumatına görə 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyri aksiyalarından və vasitəçi olduğu yardımlardan danışıb. Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayət qızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan izdırabları və problemlərdən ibarət olduğunu vurğulayıb. Həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan show biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib. Aparıcı layihədə yaşananları show adlandıranları verilişində diskussiya dəvət edərək Xəzər televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib.